Özümdən getdim, boğulub da özümü itirdim, boğulub həm ağzımı yumub. Başladı namusumla olmağa. Aylandan sonra bıçağı çəkdi ki, başını kəsibsən, aparıb çaya atacağım ki, bunu heç kim bilməzsin. Rayonunun Qabaqtepe kəndində Aliyev Elgün Əlioğludur. Mən axşam yorğun-qarnıq yatmışam. O adam gəldi, mənim ağzımla boğdu, mənim namusumla oldu. Mən özümü itirmiş çıxmışam çölə. Çuna süründüm, çıxdım çölə ki, qayıdıb gəlib başımı kəsəcək bağda. Qardaşı hərbidə işdən qayıtdı ki, gəl səni toy elək, nəbən yerdə oğlana. Anası gəldi, mənim uşağım tutulsa dədəsi, anası, biz də səni öldürəcəyik. Mən də Mehriban xanımla İlham Əliyevdən kömək istəyirəm. Mən belə bir namus gedib, namus nə deməkdir? Xocalının niyə namusunu aldılar, qaytardılar, mənim namusumu ayrımlar, Qabaqtepe cəmaatı batırır. Prokurorluq Kamran Əliyev, Daxili İşlər Nazirliyi, Vilayət Eyvazov, sizdən xahiş edirəm, mənə kömək eləsiniz. Namus nə deməkdir? Namus oldu ki, insanın namusu. Namussuz olsaydım mən nə yaşayıram bu dünyada?